Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən bugün sizə Slavyanların Azərbaycana hücumları ilə bağlı mövzunun izahını verəcəm. Ərəblərin zamanında Azərbaycana gəliblər və ərəblərlə iqtisadi əlaqələrə malik olublar. Bəs Ərəb xilafətinin parçalanmasından sonra Azərbaycanda feodal dövlətləri mövcud olarkən onlar Azərbaycana hansı məqsədlərlə gəliblər? Gəlin onlara baxaq. Əlbəttə ki, bu məqsəd təbii ki, qarətçilik məqsədi olub və Slavyanların Azərbaycana hücumları hansı ərazidən baş verib? Gəlin onu da xəritəmizdə qeyd edirik. İlk öncə təxmini olaraq o dövrə məxsus Azərbaycan xəritəsini qeyd edək və burada Kür və Araz saylarını qeyd edək. Bu Araz, bu Kür, Urmiya gölü və burada hansı dəniz var? Xəzər. Ruslar sizcə xəritə ilə üz-üzə duranda uşaqlar hansı tərəfdə yerləşirdi? Şimalda, cənubda, şərqdə, qərbdə? Şimalda. Ruslar yerləşir, Slavyanlar, yəni buradan Slavyan. Hücuma keçəcəklər. Bəs sizcə, bilirəm, məlumatınız yoxdur bu mövzu haqqında, amma təxminlərinizi bilmək istəyirəm. Dəniz yolu ilə Azərbaycana gələrlər, yoxsa quru yolla? Dəniz yolu ilə gələcəklər. Gəlin, bunun da səbəbini öyrənək. Buyur. Gəmilər demək istəyir ki, Aynur, bəli, əslində çox gözəl yanaşmadır. Deyir ki, o dövrdə bizim dənizdə hərbi donanmamız yox idi, Can baba, əslində çox məntiqlidir. Hərbi qüvvəmiz yox idi. Amma quru yolla gəlsəydi, sərhədlərimizi qoruyacaq əskərlərimiz və bu sərhədləri belə deyək qoruyan bir dövlətlərimiz var idi. Düzdür, vahid dövlətimiz olmasa da, çünki həmin dövrdə Azərbaycanda bir neçə feodal dövlətimiz var idi, amma bizim vahid dövlətimiz yox idi. Düzdür? Ona görə də Xəzər dənizindən gəlmək onlar üçün çox asan olacaq. Niyə? Çünki onlara müqavimət göstərəcək qüvvə dənizdə olmayacaqdı ona görə. Bəs gəlin görək, Slavyanlar ilk dəfə neçənci əsrdə Azərbaycana hücum ediblər? İlk dəfə. Və aramsız olaraq Azərbaycana nə vaxt hücum ediblər? Slavyanlar ilk dəfə 9-cu əsrin sonunda ilk dəfə hücum ediblər. Amma 10-cu əsrin əvvəlində isə aramsız. Aramsız nə deməkdir? Yəni davamlı olaraq hücumlar ediblər, hansı ki biz bugün bu dərsdə bunu görərik. İndi gəlin, həmin o aramsız hücumların birincisini yazaq. 909-cu il. Gəlin əvvəlcə illərin hamısını yazım, daha sonra hər il haqqında məlumat verim. 909, 910, 914, 944, 987, 1032, 33 və 1175-ci il. Baxın, Slavyanların hücumları bu illərdə olacaq. İndi gəlin yaxından tanışılaq. Biri də var, onu da qeyd edelim. 1030. 1030. Aha. 909-cu ildə gəlirlər Abaskun adasını tuturlar. Hansı adanı? Abaskun. Və Abaskun adasını tuturlar, qarət edirlər, amma yerli əhali tərəfindən məğlub edilir. Kimlər tərəfindən məğlub edilir? Yerli əhali. 910-cu ildə isə Sarı adasını tuturlar. Sarı adası. Bu zaman isə Şirvanşahların qoşunları tərəfindən məğlub edilirlər. İndi seçim arasında qalsaq ki, müəllim, necə yadda saxlayaq ki, 909-da Abaskunu tutublar, bu çünki testlərə düşür. 910-cu ildə isə Sarı adasını tutublar. Bunu necə yadda saxlayaq? Uşaqlar, 2 il arasında qalsaz, birinci hansını götürərsiniz? Yəni, ilk gələn ilimiz hansıdır? 909. Yaxşı, 2 ada arasında qalmışsınız. Əlifbamızda birinci hərf, yəni birinci başladığımız hərfimiz hansıdır? Deməli, birinci ilə ilk əlifbamızın hərfi ilə başlayan adanı götürəcəksiniz. Bilmirəm, belə asan şəkildə məncə qalacaq. 909 Abaskun və Sarını yox. Yaxşı? Əla. 914-cü il yürüyüş haqqında gəlin danışaq. Bu yürüyüşün digərlərindən fərqli cəhəti var idi. Fərqli cəhət o idi ki, daha böyük qüvvə ilə gəlmişlər. Hər birində 100 döyüşçü olan 500 gəmi ilə. İndi riyaziyyatçılarımız hesablasın görək. 500 gəmi, hər gəmidə 100 döyüşçü. Nə qədər edir? 50 min edir. Deməli, 500 oradadır, 100 də gəldi, 4 dənə sıfırdısa 50 min edir. Bunu da bilmiş olduq. Bu arada riyaziyyatım yaxşıdır, 25-dən 22 dənə
Düz yazmışdım. 3-cü qrup olaraq 2014-cü ildə. Bəli. Təşəkkürlər. 914-cü ildə deməli məqsəd böyüdür, eyni zamanda ordu da böyüdür və bu zaman bizim belə deyək də, bax təxmini Xəzər dənizinin şimalda bu ərazilərdə bir dənə dövlət var idi. Bu dövlətin adı Xəzər dövləti idi, Xəzər xaqanlığı idi. Xəzər xaqan. Təbii ki, onlardan yuxarıda Slavyanlar və Ruslar idi də. Ruslar keçərkən Xəzər xaqanlığının ərazisindən keçməli idilər. Yəni onların ərazisindən keçib Azərbaycan daxil olmalıydilər. Ona görə də Xəzər xaqanı ilə bir şərt kəsdilər. Dedilər ki, biz Azərbaycanda hansı nə qədər qənimət əldə etsək, onun yarısını sizə verəcəyik, Xəzər xaqanına verəcəyik dedilər. Xəzər xaqan da razılaşdı və 914-cü ildə yenə də gəldilər, qətl və qarətlər törətdilər, çoxlu qənimətlər ələ keçirdilər və o qənimətləri aparıb yarısını Xəzər xaqanına verdilər. Amma lakin fəqət Xəzər xaqanlığının yerli əhalisi var, Bulqar, Burtas və Xarəzm türkləri. Xəzər xaqanının yerli tayfaları idi. O tayfalar Slavyanları nə etmişlər? Məğlub etdilər. Bu da 914-cü il yürüyüş haqqında məlumatdır. Və gəldik ən əsas, hansı ki bunu biz feodal dövlətlərimizdə və Salari dövlətində də bilirik, 944-cü il yürüyüşünə, hansı ki bu yürüyüşdə Slavyanların məqsədi artıq tam fərqli idi. Məqsəd Bərdə şəhərini ələ keçirmək və Azərbaycanda həmişəlik möhkəmlənmək idi. Gəlin görək Bərdə harada yerləşir. Təbii ki, xəritəmiz tam o deyil, amma biz təxmini bilməliyik ki, Kür çayıdırsa bu, Kür çayından aşağıda biz Bərdəni qeyd edə bilərik uşaqlar. Bərdə bax burada olacaq. Yəni Bərdəni da nə bilim Kürdən ətraf belə deyək də Bakıda və Urmiya göl ətrafında arazida falan axtarmayın. Kür çayından aşağı hissə sağında, yəni çayın axın istiqamətinə uyğun olaraq sağ-sol deyirik də, şimaldan cənuba doğru axdığına görə Kür çayının sol hissəsi bu tərəf olur, sağ hissəsi isə bu tərəf olur. Yəni Kürün sağında Bərdə şəhərini axtarmalıyıq. Slavyanlar Bərdə şəhərini tutub qarət etmək üçün və Azərbaycanda daimi olaraq möhkəmlənmək üçün 944-cü ildə yürüyüş etdilər. Bu zaman Azərbaycanda hansı dövlət olacaq, hansı feodal dövlətimiz? Salarilər. Gəlin görək həqiqətən doğrudurmu bu? Salarilərin hakimiyyət illərini yazaq. 941-dən 981-ə. Düşürmü bu intervala 944? Deməli bəli, həqiqətən də bu zaman Bərdə Salarilər dövlətinin tərkibində idi. Və gəlirlər Bərdəni talayırlar. Bərdə əhalisini şəhərdən çıxıb getməsini istəyirlər. Kim ki şəhəri tərk etmir, onları məscidə toplayırlar, 20 dirhəm pul istəyirlər, verə bilməyənləri öldürürlər. Yəni amansız qətl və qarətlər törədirlər. Bu zaman bəs deyə bilərsiniz ki, müəllim, Salari hökmdarı nəyə görə gəlib Bərdəni müdafiə etmirdi? Əslində Salari hökmdarı Mərzuban İbn Məhəmməd öz qoşunu ilə Bərdə istiqamətində paytaxt Ərdəbildə buradaydı, Ərdəbil. Getmək istəyirdi Bərdə istiqamətində Slavyanları məğlub etməyə, onlarla döyüşməyə. Amma lakin bir də xəbər çatdı ki, Mosul hakimi, Mosul təxmini bu ərazilərdədir, Mosul hakimi Xoy və Salmas üçün, Xoy və Salmas da Salarilərin ərazisində idi. Yəni, başqa bir Mosul hakimi, başqa bir yadelli qüvvə hara hücum etməyə çalışırdı? Salarilərin ərazisinə hücum etməyə çalışırdı. Bunu eşidən Mərzuban İbn Məhəmməd geri qayıdır. Bilirsiniz niyə? Çünki paytaxt üçün təhlükə yaranmışdı. Artıq paytaxta hücum edilə bilərdi. Ona görə də o gedib Slavyanlarla döyüşə bilməmişdi, geri çəkilmişdi. Və amma digər bir səbəbdən də Slavyanlar çox uzun müddətdə Bərdədə qala bilmədilər. 945-ci ildə, 945-də Slavyanlar Bərdəni tərk etdilər. Və son ola bilər ki, niyə? Niyə tərk etdilər? Çünki bir müqavimət, əhali, Slavyanlar bir il orada qalsalar da əhali onlara qarşı həmişə müqavimət göstərirdi. Və bir də xəstəlik yayıldı. Yolxucu xəstəlik yayıldı. Yolxucu xəstəlik yayıldığına görə Slavyanlar arasında tezliklə şəhəri tərk edib getmişlər. Bu iki səbəbdən Bərdədə çoxluq, hətta Nizami Gəncəvinin İskəndərnamə poemasında Bərdə faciəsi haqqında məlumat da verilmişdi. İndi gəlin 987-ci il Slavyan yürüyüşünə baxaq. Bu zaman necə olmuşdu? Dərbənd hakimi, Dərbəndi təxmin olaraq qeyd eləyək. Dərbənd hakimi yerli əyyanlara qarşı mübarizədə Slavyanlardan kömək istəyir. Yəni, sən öz daxilində olan problemi həll etmək üçün
Düşməndən yardım istəyirsən. Hələ bu azmış kimi Slavyanlardan ibarət mühafizə dəstəsi belə təşkil edir öz ətrafında. Sən düşməni yardıma çağırırsan. Yəni, təbii ki, bizim aqibətimiz heç də yaxşı olmayacaq. Dərbənd hakimi, bəli, 987-ci ildə Slavyanlardan ibarət hətta mühafizə dəstəsi belə təşkil etmişdi yanında. Bu da 9-cu il yürüyüşü. Daha sonra 1030-cu il yürüyüşü haqqında məlumat vermək istəyirəm. Slavyanlar 1030-cu ildə əsas məqsəd Şirvanşahlar dövlətinin ərazisi idi və onlar dənizlə, baxın bu tərzdə Xəzər dənizinə gəldilər. Deməli, Şirvanda qətl və qarətlər törətdilər. Ümumiyyətlə, 1030-cu il yürüyüşündə çoxlu Şirvanlı həlak olur. Bu zaman Şirvan hökmdarı birinci Mənüçöhr idi. Mənüçöhr fikirləşir ki, mən necə edim Slavyanların yürüyüşünü dayandırım? Arazın qarşısına bəndlər çəkir. Bənd çəkir ki, neynəsin? Slavyanların yürüyüşünü dayandırsın. Kim? Birinci Mənüçöhr. Həmin ildə başqa bir hadisə baş verir. Beyləqan. Gəlin təxmini Beyləqanı göstərək. Mən sizə asan bir yol deyim. Beyləqan təxmini olaraq Kür çayı ilə Araz çayının təxmini qovuşduğu yerdə olacaq. Yəni qovuşduğu yer hara? Təxmini bax burada. Beyləqan. Beyləqan. Baxın, Beyləqanda belə deyək də, hansı ki o dövrdə Şəddadi hökmdarı var idi ki, deməli, Şəddadi hökmdarı Musa ibn Fəzil öz qiyam qaldırmış qardaşına qarşı mübarizədə Slavyanları köməyə çağırır. Bəli, bu da bir elə Dərbənd hakimi kimi bir hadisədir. Bu da belə deyək də, Şəddadi hökmdarı deməli, Beyləqanda qardaşı qiyam qaldırır, Şəddadi hökmdarının qardaşı. O da öz qardaşına qarşı mübarizədə yenə də 1030-cu ildə Slavyanlardan kömək istəyir. Slavyanlar da gəlir, qəşəng üsyanı yaşayır, çoxlu qənimət, əsir, bu yolla da Bizans yolu ilə də yenidən qayıdırlar öz ölkəsinə. 1032-ci ildə Slavyanlar tək gəlmir. Bu dəfə də alanları və sərirləri də gətirirlər özlərilə bərabər. Dostların yığırlar, deyirlər, gəlin gedək, yaxşı qənimət falan, bolluq, neymət falan boldu, gedəyim. Biraz nə ələ keçirə biliriksə keçirək. 1032-ci ildə bəli, Alan, Sərir, Slavyan üçü bir yerdə hücum edirlər. Bəs sual ortaya çıxır ki, hücum hədəfləri haraydı? Hücum hədəfi yenidən Şirvanşahın ərazisi idi. Bəli, Şirvanşahların ərazisi idi, Şamaxı idi. Şamaxıda bu yürüyüş zamanı 10.000 əhali öldürülür. 1032-ci il yürüyüşü zamanı. Amma bu zaman Dərbənd hakimi çox gözəl bir addım atır. Dərbənd hakimi yerli əhalinin köməyi ilə Slavyanları ölkədən qovub çıxara bilirlər. Sonra 1033-cü ildə, 1033-də Slavyanlar yenidən gəlirlər ki, Dərbənd hakimindən qisas alsın, amma Dərbənd hakimi onları məğlub edir. Bir şey deyim, bu Dərbənd hakiminin bir də dedi, yerli şəxslərin məsələyə qoşulması hansı yürüyüşlər üçün oxşar oldu? 909 ilə 1032-33-cü il. Niyə? Çünki yerli əhali hər ikisində Slavyanlara qarşı döyüşüb. Bunu da yadda saxlayırıq. Və gəldik sonuncu 1175-ci il Slavyan yürüyüşünə. Bu zaman Şirvan yenə də Şirvanşahlar hədəf seçilmişdi və Şirvan hökmdarı birinci Axsitan idi hökmdar və birinci Axsitan 1175-ci ildə Slavyanları kimin köməyi ilə ölkədən qovur? Bu sualın cavabını tapaq. Gürcü hakimi 3-cü Georginin köməyi ilə. Ondan əvvəl onu da qeyd edim ki, 1173-cü ildə əslində Gürcüstanda üsyan baş vermişdi. 3-cü Georgiyə qarşı. Axsitan ona yardım göstərmişdi. Və 1175-ci ildə də Slavyanlar Azərbaycana hücum edəndə 3-cü Georgidə 1-ci Axsitana kömək etmişdi və Slavyanları ölkədən qovmuşdu. Mənim Slavyan mövzusu haqqında verdiyim məlumat bu qədər. Dinlədiyinizə görə təşəkkür edirəm.